Test toplusu ardıcılıq və funksiyanın limiti mövzusundan 100-cü sualın izahına baxıram. Limit uyğunlaşdırmada bir limit en yaxınlaşır sonsuzluq verib, hər birini sadələşdirib uyğunlaşdıracaq. Başlayıram mx'in kvadrat üstəgəl nx'in kvadrat üstəgəl kx bölünsün. Kx'in kvadratı üstəgəl mx'in kvadrat üstəgəl nx bərabərdir b-yə. Hər tərəfin yaxınlaşır sonsuzluq olduqda hər tərəf nəyə böləcəm? Ən böyük dərəcəli dəyişənə, yəni x kvadratına. X kvadratına bölsəm. Yuxarıda nə qalır? Limit n yaxınlaşır sonsuzluğa. M x-in kvadratını bölürəm x kvadratına üstəgəl. N x-in kvadratını bölürəm x kvadratına. Kx-ı da bölürəm nəyə? X kvadratına. Qalır aşağıda kx kvadratı böl x kvadrat üstəgəl. Mx kvadratı böl x kvadrat üstəgəl nx böl x kvadrat bərabərdir. İndi hər birini sadələşdirək. Burada x kvadratlar ixtisar getdi. Qaldı m üstəgəlsin. X kvadratlar getdi. N üstəgəlsin. X-ların biri getdi. Aşağıda 1x qalır. K böl x. Məxrəcdə dəyişən qaldığı üçün bu ifadə bizə 0 verir. Yenə aşağıda x kvadratlar getdi. Qaldı k. Üstəgəlsin. Yenə x kvadratlar getdi. Qaldı m. Üstəgəlsin. Yenə x-ların biri getdi. N bölü x 0. Üstəgəl 0 bərabərdir. Deməli, bizə verdi m üstəgəl n bölünsün k üstəgəl m. Nəyin qiyməti oldu? B-nin qiyməti oldu. Deməli, B-ni tapdıq. Görə hansı variant uyğundur? M üstəgəl n, k üstəgəl n. B bəndi. Birinci sualın cavabı oldu B bəndi. İndi baxıram ikinci sual uyğun. Yox, 2-yə baxmamışdan qabaq əvvəlcə gəlib C ilə D-ndə uyğunlaşdıraq. Burada qiymətləri verib. M-ə, N-ə, K-ya və B-nin qiymətini. Gəl C-dən başlayaq. M-ə 2 verib. 2 üstəgəlsin. N-ə verib 4 bölünsün. K-ya verib 6 üstəgəlsin. M-ə neçə vermişdi? 2. Bərabərdir. 2 üstəgəl 4, 6, 8. İxtisar edirəm. 4-də 3 bərabərdir. 4-də 3. Deyir ki, B 4-də 3 olar. Doğru verir. Deməli, birinci həm də C bəndi uyğundur. Keçirəm ikincisinə. Sadələşdirək. İkincisində yenə limit x yaxınlaşır deyir sonsuzluğa. Nx kvadrat üstəgəlsin. Kx kvadrat üstəgəlsin. Mx bölünsün. Kx kvadrat üstəgəl mx kvadrat üstəgəlsin. Nx bərabərdir B-yə. Yenə hər tərəfi x kvadratına böləcəm. Limit x yaxınlaşır sonsuzluğa. Nx kvadrat bölünsün x kvadrat üstəgəl. Kx kvadrat böl x kvadrat üstəgəlsin. Mx böl x kvadrat bölünsün. Kx kvadrat bölünsün yenə x kvadrat. Mx kvadrat böl x kvadrat üstəgəlsin. Nx bölünsün x kvadrat bərabərdir. X kvadratlar getdi. Qaldı n üstəgəlsin. Yenə k qaldı. Burada da 1 bölü x qaldığı üçün x-in biri getdi. Məxrəcdə x qaldığı üçün bu ifadə 0-a gedir. Yazmayalım, birbaşa yazaq. X kvadratlar yenə ixtisar getdi. Qaldı k üstəgəlsin. Yenə m qaldı üstəgəl. Burada da x-ların biri getdi. Məxrəcdə x qaldığı üçün ifadə 0-a getdi. Birbaşa yazaq belə. 0 olduğu üçün yazmıram. N üstəgəl k bölünsün. K üstəgəl m. Bu hansı variant uyğundur? Yəni biz B ilə C-ni uyğunlaşdırdıq. Qaldı bizdə N üstəgəl k, k üstəgəl m. Y bəndi. 2-yə uyğun oldu Y. Qiymət verə görə D bəndi uyğun gəlir. M-ə 2 verib. M-ə 2 verib. Məxrəcdə yazıram onda. K-ya neçə verib? Bəs 6 verib. 6 üstəgəlsin 2. Surətdə də n üstəgəl k. 4 üstəgəlsin. K-ya neçə verib? 6. D bəndini uyğunlaşdırıram. 4-ün 6, 10. 6-dan 2, 8. İxtisar edirəm. 4-də 5 qalır. B-yə 4-də 5 verib. Elə D bəndinə uyğundur. 2 oldu D. Keçək 3-ü də yazaq. Yekunlaşdıraq. Deməli, limit yenə də verib bizə. X yaxınlaşır sonsuzluğa. Mx-in kvadratı üstəgəl nx-in kvadratı üstəgəl kx bölünsün. Kx kvadrat üstəgəlsin nx kvadrat üstəgəl mx bərabərdir. Yenə hər tərəf böyük dərəcəyə bölürəm. Olacaq onda limit x yaxınlaşır sonsuzluğa. Yenə də ən böyük dərəcə x kvadratdır. Mx kvadratını bölürəm x kvadratına. Yenə də eyni x kvadrat. Kx böl x kvadrat bölünsün. Məxrəcdə də eyni proses. Kx kvadrat böl x kvadrat. Nx kvadrat böl x kvadrat üstəgəl mx böl x kvadrat bərabər. Yenə ixtisar getdi. Qaldı m üstəgəlsin. N üstəgəlsin. Burada 1 bölünsün. X qaldığı üçün 0-a getdi. Yazmıram. Bölünsün. Yenə ixtisar getdi. K üstəgəlsin. X-lar getdi. N üstəgəlsin. Artıq yenə məxrəcdə 1 bölü x qaldığı üçün yazmıram. 0 alınır çünki. 0-a gedir bu ifadə.
Vəssalam, m üstəgəl n bölünsün k üstəgəl n. Üçüncüyə də oldu A bəndi. Bu formada yazırıq.